Əlbəttə, hər bir ordunun, silahlı qüvvələrin, hər bir ölkənin onun birinci növbədə iqtisadi potensiala və maliyyə imkanlarına bilavasitə asılı olaraq inkişaf eləyir. Azərbaycan dövləti bu gün inkişafda olan bir dövlətdir. İqtisadi potensialı gündən-günə artır. Maliyyə imkanları o cümlədən də artan bir ölkədir və belə olduğu halda təbii ki, Azərbaycan ordusu, hansı ki, daimi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqəti və nəzarəti altındadır və belə olduğu şəkildə də cənab Prezident Ali Baş Komandan olaraq öz Azərbaycan Silahlı Qüvvələrinin daimi inkişafını nəzarət altında saxlaması və bununla bağlı lazım olan tədbirlərin görülməsi haqqında dəfələrlə öz fikrini söyləyib. Ümumiyyətlə mən deyərdim ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının bir kəlamı var. O demişdi ki, Azərbaycan ordusu nə lazımdır, onu da alacaqdır. Və təbii ki, və o sözləri qüvvət olaraq Azərbaycan ordusu bugün bütün ehtiyacları tam şəkildə təmin olunur və Azərbaycan ordusu müasir ordular prinsipi ilə inkişaf edir və cənab Prezidentin qoyduğu tapşırığı əsasında Azərbaycan ordusu artıq Türkiyə modelinə keçişlə bağlı işləri, prosesi yekunlaşdırma üzrədir. Azərbaycan ordusu bugün müasir ordular sırasında özünə məxsus yer tutaraq bədnəm qonşularımız və hələ də düşmən, daha doğrusu sülh müqaviləsi bağlamayan müharibə şəraitində olan düşmənlərin 40 pillə irəliləyərək öz inkişafını davam edir. Azərbaycan ordusunda çox böyük islahatlar aparılır. Bu islahatlar əlbəttə hərbi elmi təhqiqatların və dünyada gedən proseslərin və qarşıda qoyulan tapşırıqların ola biləcək risklərin nəzərə alaraq, yəni bu islahatlar müəyyənləşdirilir, təyin olunur və bu islahatlar aparılır. Bu islahatlar bütün sahələrdə aparılır. Yeni texnika, yeni silah alınır. Bu yeni texnikanın, yeni silahın alınmasında prioritet daha çox Azərbaycan ordusunun qarşıda ola biləcək tapşırıqlara və vəzifələrə uyğun olan və müasir müharibə apara biləcək şəkildə yeni texnologiyaların tətbiq olunan silah və texnika və avadanlıq alınır. Azərbaycan ordusu bugün öz şəxsiyyəti, öz döyüş hazırlığını daimi artırmaqdadır. Və mən deyərdim ki, Azərbaycan ordusunda keçirilən təlimlər və digər məşğələlər yüksək peşəkarlıqla keçirilir və o təlimlər və məşğələlər məhz Azərbaycanın Vətən müharibəsində qazanmış təcrübədən irəli gələrək keçirilən və döyüş hazırlığında tətbiq edilən üsullarla keçirilir. Azərbaycan ordusunda, Azərbaycanın elmi tədris müəssisələrində, belə demək olarsa, hansı ki, Azərbaycanda çox böyük Vətən müharibəsinin bağlı elmi təhqiqat işləri aparılır. Və bu elmi təhqiqat işləri təbii ki, Azərbaycanın artıq hərbi elmi əsaslara söykənərək öz potensialını, döyüş potensialını yüksəlməsi ilə davam edir. Azərbaycan ordusunda
Bilirsiniz ki, Azərbaycan ordusu peşəkar orduların inkişafı yolu ilə inkişaf eləyir. Bu gün Azərbaycan ordusunda 70%-dən yuxarı əsas vəzifələri məhz müddətdən artıq xidmət eləyənlər tutur. Xalq da onlara max deyirlər. Bu gün də gənclərin müraciəti yetərli qədərdir. Yəni vakansiya yerlərinə. Bu proses daimi gedir Azərbaycan ordusunda və Azərbaycan ordusu özünü gələcəkdə peşəkar ordular sırasında bu istiqamətdə inkişaf eləyir. Bu da Vətən müharibəsində də öz nəticəsini gördük, yəni göstərdi. Ona görə ki, biri var. Əvvəla mən deyim ki, bugün Azərbaycan ordusunda olan müasir texnika və avadanlıq peşəkar heyətin və nəinki peşəkar heyətin, hətta intellektual səviyyəsi yüksək olan heyətin cəlb edilməsinə ehtiyac var və belə olduğu halda, yəni cəlb olunur. Belə olduğu halda əlbəttə müddətli həqiqi hərbi xidmətdə olan əskərlərimiz bu proqramı tam şəkildə, bu peşəkarlığı tam şəkildə mənimsəyə bilmir. Belə olduğu halda Azərbaycan məhz peşəkar ordular prinsipinə, müasir silah, sursat və avadanlığı idarə etmək bacarığına malik olan, müvafiq kurslar keçib, o kursları müvəffəqiyyətlə qurtaran və sertifikat alan heyət tərəfindən həmən silahlar və texnika və avadanlıq idarə olunur. Onların peşəkarlığı daimi cürbəcür məşqlərdə, məşqələlərdə və təlimlərdə yüksəlir. Bugün Azərbaycan ordusu çoxsaylı beynəlxalq təlimlərdə iştirak edir. Bu yaxınlarda Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan tərkibində Azərbaycanın xüsusi təyinatçıları təlimlərə qatılacaqlar. Bu təlimlər demək olar ki, bütün ordu növlərini, yəni cəlb eləməklə, yəni bütün ordu növlərində bu proses daimi gedir və bütün təlimlərdə Azərbaycan ordusunun təlim iştirakçıları yüksək peşəkarlıqla seçilərək qarşıda qoyulan hədəflərə nail olurlar. Azərbaycanda çox güclü, düzgün, peşəkar heyətin, hərbi heyətin hazırlanması sistemi qurulub. Burada ilk pillədə Naxçıvanski, sonra Ali Hərbi Məktəb, Hərbi İnstitut. Hal-hazırda çox mükəmməl hərbi peşəkarların hazırlanması üçün hərbi təhsil sistemi qurulub. Bu təhsil sistemi Milli Müdafiə belə deyək, universitetin ərzində Elmi Təhqiqat İnstitutu, İdarə Etmə İnstitutu, digər ali hərbi məktəblər fəaliyyət göstərirlər. Və bu ümumiyyətlə qurulmuş tədris sistemi bugün Azərbaycana imkan verir ki, Azərbaycan öz imkanlarından, təhsil imkanlarından istifadə edərək yüksək peşəkar hərbiçiləri, bütün sahələri əhatə edən hərbiçiləri özü hazırlayaraq kadr potensialını təmin edilir. Həmən tədris müəssisələrində ən müasir tələblərə cavab verən və müasir kadrlar yetişdirməyə imkanı yaradan təhsil, tədris bazası təşkil olunub və o bazada bizim təhsil alan heyət bugün müasir ordularda və gələcəkdə müasir ordular prinsipi ilə inkişaf edə biləcək kadr potensialın hazırlanmasını imkan verir. Azərbaycan ordusunda xidmət edən heyət çox
böyük vətənpərvərlik ruhu ilə seçilir. Və əlbəttə Azərbaycanın yeni tarixi nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə çalması əlbəttə vətənpərvərlik ruhunun yüksək olmasının göstəricisidir və bu gün də Azərbaycan vətənpərvərlik ruhunun formalaşmasında çox böyük rolu var. Digər mən deyərdim ki, əlbəttə Azərbaycan ordusunun inkişafı haqqında deyəndə biz Azərbaycan ordusunda hərbiçilərin sosial məişət problemlərin istər xidməti zamanı, istər də ki, yəni ailə təminatında olan dövlətin rolunu haqqında deyə bilmərik. Mütəmadi olaraq Azərbaycan ailələri evlərlə təmin olunurlar və əgər evlərlə təmin olunmursa, dövlət tərəfindən onlara pul vəsaiti ayrılır. O pul vəsaitinin hesabına evlərlə təmin olmayan ailələr kirəyə özləri üçün ev tutmağı imkan verir. Hər il demək olar ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən hərbiçilərin maaşlarının artırılması ilə bağlı müvafiq sərəncamlar verilir və əlbəttə bu da Azərbaycan ordusunda xidmət edənlərin həm Azərbaycan ordusunda daha prestijli bir belə deyək peşə hərbiçilərin peşəsi kimi qəbul olunur. Həm də ki, əlbəttə Azərbaycan ordusunda xidmət edənlərin sosial problemlərini yaxşılaşdırmağına xidmət edir. Və bu ancaq sosial sahəsi haqqında, sosial maaşət sahəsi haqqında danışanda əlbəttə Azərbaycan ordusunda xidmət edənlərin bugün tibbi təminatı haqqında da deməmək olmaz. Çünki bilirsiniz ki, hərbiçilər sağlam olmalıdır və Azərbaycanda Azərbaycan Silahlı Qüvvələrində, Azərbaycan ordusunda yaranmış tibbi xidmət yüksək həm peşəkar heyəti ilə, həm də ki, müasir avadanlıqla seçilir və bütün bunlar bugün Azərbaycan ordusunda xidmət edənlərin sağlamlığın keşiyində durmaq üçün böyük imkanlar yaradır. Əlbəttə, Azərbaycan ordusunda cənab Prezident İlham Əliyev Vətən müharibəsindən sonra dediyi kimi xüsusi rol xüsusi təyinatçılara və komandos tipli hərbi qulluqçulara və hərbi hissələrin yaranmasına, onların inkişafına diqqət yetirilir. Bu hərbi hissələrin sayı artırılır, peşəkar heyətin sayı bundan irəli gələrək artırılır və Azərbaycan gəncləri çox böyük həvəslə məhz Azərbaycan ordusunda xüsusi təyinat və komandos kimi hərbi hissələrdə xidmət etmək üçün müraciət edirlər. Azərbaycan ordusu bugün bizim regionda sülhün qorunmasına təminatçısı kimi qəbul edilir. Ona görə ki, Azərbaycan ordusunun inkişafı heç bir ölkəyə qarşı işğal niyyəti ilə inkişaf etmir. Azərbaycan ordusu öz ərazi bütövlüyünü qorumağa və qarşıda qoyulan vəzifələri yerinə yetirməyə qadirdir və hazırdır. O ki qaldı hal-hazırda sülh müqaviləsi bağlanmayan Ermənistan dövləti ilə bütün onların ola biləcək və olan indiyə qədər də olan təxribatlar böyük peşəkarlıqla cavabsız qalmır və Azərbaycana qarşı hər hansı bir təcavüz niyyətli və addımlı hərəkətlər Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır. Azərbaycan ordusu bununla bir daha
öz peşəkarlığını və qarşıda qoyulan əsas vəzifəni yerinə yetirilməsinin peşəkarlığını göstərir.